Sintaktik təhlillə bağlı 3 testin izahına baxaq. 40-cı testdə deyir ki, belə əsirlərə manqurt deyirmişlər. Cümləsinin sintaktik təhlilinə aid olan fikri müəyyən edin. A bəndi müəyyən şəxsli sadə cümlədir. Bu cümlə qeyri-müəyyən şəxsli cümlədir. Deyirmişlər xəbər, nə deyirmişlər manqurt, qeyri-müəyyən təsirlik halda tamamlıq. Kimə deyirmişlər əsirlərə tamamlıq. Hansı əsirlərə, belə əsirlərə. Bu isə olacaq təyin. Cümlə qeyri-müəyyən şəxsli cümlədir, ona görə də A bəndi səhvdir. Təyin mübtəda ilə sintaktik əlaqədədir. Bu cümlədə mübtəda yoxdur. Təyinlə sintaktik əlaqədə olan cümlə üzvü tamamlıqdır. Əsirlərə sözü yəni. Baş üzvlər quruluşca sadədir. Doğrudur, burada xəbər quruluşca sadədir. Amma mübtəda yoxdur. Cümlədə mübtəda işlənməyib. D bəndi doğru fikirdir. Burada hərəkət və ya hökm qeyri-müəyyən şəxsə aiddir. Burada mübtəda yoxdur. Çünki tək tərkibli cümlədir. Xəbər əsasında formalaşır. E bəndi mübtəda və xəbər uzlaşma əlaqəsindədir. Mübtəda olmadığı üçün xəbərlə də uzlaşma əlaqəsində ola bilməz. Cavab olacaq D bəndi. 41-ci testdə deyir ki, cümlənin sintaktik təhlili hansı formalarda aparıla bilər? Qızıl aləni axtarırdı. Axtarırdı, nə edirdi xəbər? Kim axtarırdı? Qızı, mübtəda. Qızı kimi axtarırdı, laləni isə olacaq tamamlıq. Yəni, mübtəda, tamamlıq, xəbər. 1. Bir də deyirik ki, qızı laləni axtarırdı. Axtarırdı, nə edirdi xəbər? Kim, o, mübtəda. Yəni, mübtəda yoxdur burada, ötürülüb. Amma müəyyən şəxsli cümlə olacaq. Kimi axtarırdı, laləni, tamamlıq. Hansı laləni axtarırdı? Qızı laləni. Bu isə olacaq təyin. Yəni, təyin, tamamlıq, xəbər. 3. 1-3 cavab D bəndi olacaq. Neçə cümlənin sintaktik təhlili birdən çox formada aparıla bilər? A-da deyir ki, qonaqların hansı kitabı oxuyub? Belə olan halda oxuyub, nə edib xəbər? Kim? Qonaqların, mübtəda. Nəyi oxuyub? Kitabı, tamamlıq. Hansı kitabı olacaq təyin? Yəni, mübtəda, təyin, tamamlıq, xəbər. Bu cümləni bir də belə düşünmək olar. Qonaqların hansı kitabı oxuyub? Oxuyub xəbər. Qonaqların hansı, kim olacaq mübtəda, kitabı isə tamamlıq. Yəni, mübtəda, tamamlıq, xəbər olacaq. 2 cür təhlil olacaq. Katibə sənubərdən nəsə tələb edirdi. Nə edirdi? Tələb edirdi xəbər. Kim? Katibə, mübtəda. Katibə tələb edirdi. Nə? Nəsə olacaq qeyri-müəyyən təsirlik halda tamamlıq. Katibə kimdən tələb edirdi? Sənubərdən. Bu da olacaq tamamlıq. Yəni, mübtəda, tamamlıq, xəbər. Bu cümləni bir də belə düşünmək olar. Tələb edirdi xəbər. Kim? O. Yəni, ötürülmüş mübtədası var, amma bərpa eləmək olur. Nəsə, yenə tamamlıq. Kimdən? Sənubərdən tamamlıq. Hansı sənubərdən? Katibə. Bu da olacaq təyin. Yəni, təyin, tamamlıq, xəbər. Bunu da 2 cür düşünmək olur. Ləzgi Əhməddən aldığı silahı sata bilmirdi. Nə edirdi? Sata bilmirdi xəbər. Kim? Ləzgi, mübtəda. Ləzgi nəyi sata bilmirdi? Silahı, tamamlıq. Hansı silahı? Əhməddən aldığı. Bu da olacaq fe'li sifət tərkibi ilə ifadə olunmuş təyin. Yəni, mübtəda, təyin, tamamlıq, xəbər. Bir də belə düşünmək olar. Sata bilmirdi. Kim? O, yenə ötürülmüş mübtəda olaraq. Nəyi? Silahı. Hansı silahı? Ləzgi Əhməddən aldığı. Burada isə ləzgi sözü də tərkibə daxil olacaq təyin. Təyin, tamamlıq, xəbər. Yəni, bunu da 2 cür düşünmək olar. Dünən qonşumuz Akif ilə bu barədə danışdıq. Danışdıq xəbər. Kim? Biz. Ötürülmüş mübtəda var. Biz. Bu barədə tamamlıq. Kiminlə? Akif ilə tamamlıq. Hansı Akiflə? Qonşumuz. Təyin. Nə zaman danışdıq? Dünən. Bu da olacaq zəflik. Bu cümlənin təhlilini bir cür düşünə bilərik. Xan qızına yeni məktub gəldiyinə görə əsəbləşib. Kim əsəbləşib? Əsəbləşib nə edib xəbər? Kim? Xan, mübtəda. Xan niyə əsəbləşib? Qızına yeni məktub gəldiyinə görə. Bu da olacaq səbəb zəfliyi. Bunu bir də belə düşünmək olar. Xan qızına yeni məktub gəldiyinə görə əsəbləşib. Əsəbləşib xəbər. Niyə əsəbləşib? Xan qızına yeni məktub gəldiyinə görə. Yəni, səbəb zəfliyi xəbər. Burada 4 cümlənin sintaktik təhlili birdən çox formada aparıla bilər. Cavab olacaq D bəndi.